Mərhum Ayətullah Bəhçət həmişə buyurardı ki, niyə deyirsiniz, sual edirsiniz, nə edim, nə edək? Göstəriş verin bizə nə edək? Niyə soruşmusunuz ki, nə etməyək? Bir çox şeylər etməməliyik, edirik. Nələr etməyək? Onu soruşun. Və insan bunun üzərində çalışır ki, nələr etməməliyik? Bir əkin əkmək istəyirsən, əvvəl orada olan lazımsız daşları təmizləyirsən, alaqları təmizləyirsən, kolları təmizləyirsən ki, orada nəsə əkib səmərə əldə edə biləsən, məhsul əldə edə biləsən. İnsan gərək birinci dərəcədə özümə xatırladıram ki, təmizləyək özümüzü, nə etməyək, günahları tərk edək. Yadımdadır tələbəlik dövründə ustadlardan biri gözəl xütbə eləyirdi. Dedi, əzizlər, insanlar, qardaşlar, möminlər, gəlin bir il, bu gündən başlayaq, özümüzdə mənfi xislətləri, günahları tərk edək. Daha nəyə edək yox, nəyi etməyək, nəyi etməməliyəm, onun haqqında düşünək. Nəyi etməli deyirəm, nəyi tərk etməliyəm, bunlar haqqında düşünək. Əksi nədir? Əksi yəni günah. İnsan əgər günahlar edərsə, Ayətullah Bəhçət rəhmətullah aleyh buyurur ki, əgər günahlara getdiyimiz yoldan dayanmasın, günahlardan çəkinməsin, işimiz ilahi ayələrin inkarına gedib çıxar. İlahi ayələri inkar edərik, təksib edərik, məsxərə edərik. Bu cür olur da. İnsan bir günah, iki günah, üç günah, bir də görür ki, artıq o qədər fasilə, məsafə tapıldı. Günahlar onu o qədər uzaqlaşdırırdı. Muizə ediləndə o məsxərə ilə yanaşar. İlahi ayələrə, Quran ayələrinə, Allahın göstərişlərinə məsxərə edər, təksib edər. Bu insanlar ki var ha, onları nəsihət eləyəndə görsən məsxərə eləyirlər, ilahi ayələrə, məaddan danışanda, başqa məsələlərə görürsən məsxərə ilə yanaşırlar, günahların nəticələridir. Buyurur ki, əgər qarşımızı alması, bizim də axırımız oradır. Əgər günahlardan çəkinməsi, işimiz gedib ora çıxacaq ki, ilahi ayələri biz təksib edəcəyik, inkar edəcəyik, məsxərə edəcəyik.